bütün Azərbaycan qadınlarını, bütün xanımlarını, qızlarını təbrik eləyirəm. Çok sağ olun. Öz anamı təbrik elədiyim kimi, sevdiyim insanları təbrik elədiyim kimi, Azərbaycan qadınlarının bir özəlliyi də ondan ibarətdir ki, Azərbaycan qadınları bütün dünya xalqlarının qadınlarından fərqlənir sədaqəti ilə, etibarı ilə, ailə canlığı ilə, ocağa bağlılığı ilə, övlada bağlılığı ilə. Ancaq Azərbaycan qadını öz gözünü, öz böyrəyini, öz ürəyini, öz canını övladına təmənnasız verə biləcək qüdrətdə və gücdədir. Nəinki övladına, həyat yoldaşına belə. Nədən irəli gəlir? Bilirsiniz nəyə görə? Çünki Azərbaycan kişiləri qədər də qadına dəyər verən başqa millətin kişilərini də çox az görmüşəm. Azərbaycan kişisini Allah Taala Azərbaycan qadını üçün, Azərbaycan qadını da Azərbaycan kişisi üçün yaradıbdır. Ona görə sevin, sevilin, qadınların hər gününü bayrama çevirməyə çalışın.